Salam değerli izleyicilerim, kanalımıza hoş geldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Üzürlü səbəbdən bu aralar videoları biraz geç çəkirəm, amma ki bütün rəylərinizi hamısını oxuyuram. Rəylərin birində abunəçim yazmışdı ki, qadın necə özünü dəyərli hiss edə bilər, onun barəsində danışarsınız. Mən də istəyirəm ki, bu barədə öz fikirlərimi bildirim. Bu barədə düşünürəm ki, qadın ilk növbədə, yəni hər şeydən əvvəl özünü tanımalıdır. Hansı ki, onun zəif xasiyyətləri var, güclü tərəfləri var. Həmən tərəflərini olduğu kimi qəbul etməlidir. Biz bəzən özümüzü dinləmirik, özümüzə sual vermirik, amma insan sual verməlidir. Mən kiməm, nələri bacarıram və nəyə dəyər verirəm? Bu suallara cavab tapmaq həqiqətən də daxili dəyərlərimizi ortaya çıxardır. Ona görə də ən başda deyə bilərəm ki, özümüzü olduğumuz kimi sevmək dəyər hissinin ilk addımıdır. Hansı ki deyirəm, sual verməliyik, mən kiməm? Yəni mən yalnız anayam, həyat yoldaşıyam, bacıyam, işçiyəm, yoxsa onlardan daha artıq biriyəm? Bəzən başqalarının gözlərində öz dəyərimizi axtarırıq. Nəsə tərif gəldikdə özümüzə güvənirik, amma bir tənqid gələndə sanki bütün dünyamız dağılır. Bu belə olmamalıdır. Niyə axı belə olsun? Çünki unuduruq, bizim dəyərimiz başqalarının dilində yox, öz qəlbimizin dərinliyində yatır. Məsələn, bu barədə özümdən götürüm. Ola bilər ki, mənim hansısa gülüşüm, hərəkətim kimisə xoşuna gəlməsin. Və yaxud arada özümə deyirəm ki, hozu kimiyəm, heç də qız incəliyi falan yoxdur məndə. Əvvəllər məsələn bunu dəyişdirməyə çalışardım. Daha sonra baxıram ki, bu mənim xarakterimdir və mən belə əslində sevilirəm. Tutalım mən bugün xarakterimi dəyişdirsəm, başqa cür olmağa çalışsam, o məndə süni alınacaq. Yəni mən özüm təbii şəkildə necəyəmsə, o cür daha gözələm. Bunu qəbul etdikdən sonra həmən o rahatlıq insan özünü rahat hiss etməyi həqiqətən də qarşısındakına da keçir. Həmən o rahatlıq qarşısındakını da elə ki ikna eləyir ki, sən özgüvənlisən, sən belə daha gözəlsən. Ona görə də birinci növbədə özümüzü necə varıqsa o cür sevməliyik. Mən çalışıram ki, özümü dəyişdirməyim. Təbii ki, pis xarakterim olanda, hansı ki pis xarakter deməyim, xarakter düşünürəm ki, əvvəldən gələn bir şeydir əslində, o gendən gələn bir şeydir. Sadəcə sonradan qazanılmış pis alışqanlıqlar deyim. Elə bir şey olanda təbii ki, dəyişdirməyə çalışıram. Amma məsələn bir misal gətirim. Tutalım burada kimsə deyir ki, ç hərflərini ç kimidir, bizdə c kimi səslənirsən də. Mən bunu məsələn əsla özümə kompleks eləyib, gedib yəni ç kimi demədim. Çünki nəyə görə? Mən həyatda belə danışmıram axı. İndi danışanlara da mən pis baxmıram. Təbii ki, onlarda qəşəng alınır. Amma ki, bu danışıq normalarını kim təyin eləyir? Əgər mənim danışığım həyatda c kimidirsə və mən belə daha anlaşılıram da, yəni nə dediyim anlaşılır da, onun şərt deyil ki, kimsə dəyişdirib ç eləsin. Yəni burada söhbət ondan gedir ki, əgər sizi qıraqdan bir qadın olaraq özümüzü dəyərli hiss etməkdən gedir, kimsə sizdə olan, sizə xas olan bir şeyi dəyişdirməyə çalışırsa, o onun problemidir, onun gözünə pis görsən. Sən özünü elə rahat hiss eləyirsən, xoşbəxt hiss eləyirsənsə, və sən biri var ki, dəyişdirib nəyisə kimin gözünəsə yaxşı görünmək üçün süni kimi görünəsən, biri var ki, sənin orijinalındır, necəsənsə eləsən, məncə elə insanlar daha dəyərlidir mənim üçün, daha səmimi nəinki kiminsə sözünə görə özünü dəyişdirən insanlar. Qaldı ki, özünü dəyişdirmək deyəndə ki, yəni əgər bir insan bizi sevəcəksə, sevirsə, zaten bizim qüsurlarımızla, hər bir şeyimizlə sevir bizi. Çünki mükəmməl insan deyə bir şey yoxdur. Əgər mükəmməl insanı da ki, zaten hər birimiz sevə bilərik. Mükəmməl insanı sevmək nəsə bir qabiliyyət deyil, bacarıq deyil. Mükəmməli kim sevməz ki? Yəni şərt odur ki, sevdiyin insanı əksiklikləri ilə sevəsən. Əgər o insan sevmirsə, yaxşı bir şey mümkün deyil ki, bir insanın yaxşı bir xarakteri olması. Bu qədər yaxşı xarakterlərinin içində, bu qədər gözəlliklərin içərisində heç bir gözəllik görmürsə, əgər sən yenə də ona görə nəyisə dəyişdirsən belə, onun egosunu qaldırmış olacaqsan ki, mənim sözümlə düzəldi, mənim sözümlə bunu dəyişdirdi. Yəni o yenə də qüsur axtaracaq. Sevən hər halınla sevən, sevməyən min cür bəhanə axtaracaq zaten. Bu qüsurlar deyəndə amma elə başa düşmün ki, məsələn bir kişi öz yoldaşına, xanımına deyə bilməz ki, biraz daha kilo ver. Normal bir şey olaraq qəbul edirəm. Nəyə görə? Məsələn, əgər o sizə desə ki, çənəniz əyridir, məsələn, o çənəni sevmirəm, ağzın əyridir, məsələn, bunu sevmirəm, o artıq səndən asılı olan bir şey deyil də, o sənin naturandır. Yəni ya və yaxud əyri deyil, bu sənin üz quruluşunu bəyənmirəm kimi. Sənin dəyişdirə bilməyəcəyin şeyləri sənə deyirsə, bu normal bir şey deyil, çünki bunu Allah bizə verir. Mən onu dəyişdirə bilmirəm. Amma məsələn deyirsə ki, kilo almısan, biraz çəkini azalt, mən əslində buna çox dəyər verirəm. Əgər evi ilə maraqlanmayan bir bəy olsa, təbii ki, onu səndən yox, digər xanımlardan
başqalardan gözlədiyi üçün belə bir tələbi də olmaz. Amma məsələn o hər bir şeyi, hər bir gözəlliyi səndən görmək istədiyi üçün, hər bir şeyi öz xanımından görmək istədiyi üçün onun sənə biraz kilo ver deməyi səndə əsla qüsur axtarmaq falan kimi deyil. Yəni bundan gözəl nə var ki, öz xanımından istəməyi ki, biraz daha kilo ver. Bundan bəzi xanımlar incir, amma mən bu sözdən heç incimirəm. Əslində bu sevindirici bir haldır mənə görə ki, hər bir şeyi öz xanımından gözləyir, öz xanımını gözəl görmək istəyir. Elə ola bilər ki, axşamdan axşama evə gələr, heç ümumiyyətcə səndən də heç bir şey tələb eləməz. Sən sadəcə onun övladlarının anası olarsan və arıqlamaq deyər, nə bir şey deyər. Deyər ki, 1-2 saat zaten üzün görürəm, bəs eləyər. Onsuz da nə kiloda olur olsun. Heç gördüyüm işdən də danışmıram. Çünki indi fikir verirəm ki, danışdıqda bu mövzu elə bir uzun mövzudur ki, harasından başlasam bitirmək olmayacaq. Ona görə ən əsaslarını, düşüncəmə görə ən əsaslarını demək istəyirəm. İlk növbədə deyim ki, hansı ki, əvvəl tutalım nişanlı vaxtı, subay vaxtı görürsünüz ki, məsələn, yoldaşın diqqəti daha çoxdur sizə qarşı. Daha sonra təkcə yoldaş da demək. Biri o vaxtlar daha dəyərli hiss edirsiniz özünüzü, ondan sonra dəyərli hiss etmirsən, dəyərdən özünü düşmüş kimi hiss edirsən. Çünki nəyə görə? Bir, ən azından heç kim demir ki, biz bütün günü makyajda gəzək, eləyək. Bunu heç kim bizdən nə istəyə bilməz. Mən makyajlı istəmirəm bəlkə gəzmək. Gəzsən daha gözəldir. Makyajlı, ətirli. Gəzsən daha gözəldir. Amma ki, tutalım gəzmək istəmirsən. Amma ən azından yuxudan duranda bir elə insanlar var ki, saçlarını belə daramırlar. Daramırlar deyəndə ki, o insanları da mən başa düşürəm. Özümün də elə düşdüyüm vaxtlar olub. İnsan bəzən heç bir şey eləmək istəmir. Motivasiyası olmur heç nə eləməyə. Yəni saçını belə daramaq istəmir. Bu ola bilər. Sözümün ortasına yarımçıq qoyun. Bir bibi olaraq qardaşım uşaqları bizdə idi. Ona görə hələ güya göndərmişəm onları ki, gedin biraz səlgiyə salın. Mənə gəlib deyiblər ki, səlgiyə salmışam. İndi bu gördüyünüz deyirsiniz ki, birdən nədir, bomba atıblar. Bu qədər oğlan bibisi olanda belə olar da. Yəni o saçı başı daramayanda bir insan məsələn övladına necə baxır, necə dəyər verir. Yəni uşağın saçı yaman gündə olsa o cür qoymarıq da gəzsin. Və yaxud uşağı çimizdiririk, yeməyin yedizdiririk. Hər bir adama və ya kiməsə bir söz demirik ki, ay amandır, onun qəlbi qırılar. Bu mənim özümün elədiyim də səhvdir, hələ də eləyirəm, bu sonuncu dediyim. Yəni hansı ki, kiməsə demirik ki, bu sözü biraz yaxşı deyim, biraz yumşaldım deyim ki, həmən adamın qəlbinə dəyər. Belə bir şeylər eləyirik, amma onu özümüzə qarşı eləmirik. Məsələn, deyirik ki, biz bacarıqsızıq. Sən Allah, mənim onsuz da əlimdən gələn deyil belə şeylər. Mən onsuz da ancaq yatıram. Mənim başım gözüm pis gündür. Məsələn, belə sözləri özümüzə rahatlıqla deyə bilirik. Özümüzün saçını məsələn daramaya bilirik. Özümüzə dəyər vermirik. Ona görə də getdikcə kiminsə də gözündə dəyərsiz oluruq. Çünki kiminsə əgər gözündə dəyərli olmaq birinci növbədə bizim özümüzə necə dəyər veririksə, necə ki biz övladımıza necə dəyər veririksə, ətrafımız da o cür dəyər verir. Çünki onlar buna məcbur qalırlar. Sən öz uşağına necə dəyər verirsənsə, fikir ver, necə davranırsansa, ətrafındakılar da başlayır o cür davranmağa. Necə ki o vaxtlar bir kişi olur, kişi gələndə bütün kənd ayağa qalxırmış. Hansı ki həmən kişini görəndə. Soruşublar ki, bu necə baş verib ki, sən gələndə bütün kənd ayağa qalxır. Deyir, çünki mən ilk dəfə gələndə evə mənim yoldaşım həmişə ayağa qalxardı. Bir müddət sonra mənim uşaqlarım da yoldaşıma baxdı, məni görən kimi ayağa qalxırdılar. Daha sonra uşaqlarımın dostu məhəllədə filan mən gələndə məni görəndə ayağa qalxırdılar. Elə bütün kənd ayağa qalxdı. Yəni söhbət nədən gedir? İnsan özünə necə dəyər verirsə, necə ki övladına dəyər verirsə, necə rəftar eləyirsə, qıraqdakılar o cür rəftar eləyir, yoxa, məcburdurlar o cür rəftar eləməyə. Özləri də hiss etmədən məcbur olurlar o cür rəftar eləməyə. Bir kinoda eşitmişdim, çox xoşuma gəlib o söz. Deyir ki, qul haqqından gedir orada söhbət. Deyir, qul haqqı özündən başlayır. Öz haqqını da yemə. Həqiqətən düz söhbətdir. Biz başqalarının haqqına girməyə qorxuruq ki, yəni Allahdan qorxuruq, amma öz haqqımıza girməyə qorxmuruq. Görəsən biz özümüz kimi biz də Allahın quluyuq da, yəni bunu da etməməliyik. Bu da əgər bu özünü dəyərsiz hiss etmək ola bilər ki, yoldaşdan irəli gəlsin, ona görə özünü yaxşı hiss eləmirsən. Dediyim kimi ola bilər. Sən evdə o qədər depressiv hiss edirsən ki, özünə baxmırsan, amma yoldaşdır. Məsələn, çıxır, heç kim çöldəki o xanımların o bəzəkli düzəyli hansı ki, elə qəşəng olurlar ki, mən özüm çevrilib baxıram, qadınlığımla məsələn mən baxıram. Həmən qadınların heç kim səhər duranda pejamalı halını görmür. Səhər onun saçının başının dağınıq halını görür. Makyajlı görür və evə gələndə görür ki, sən saçını başını daramamısan, məsələn təmizlik yerində
deyil, məsələn, üzündə, gözündə həqiqətən də adamdan soyumağa səbəb ola bilər. Yəni həm sənin özündən soyumağına, həm ailənin səndən soyumağına. Ona görə hər nə olur olsun, birinci özünə dəyər vermək üçün saçına, başına, üzünə gərək insan fikir versin, qadın fikir versin. Bu barədə deyilən söz çoxdur, amma fikir verirəm ki, video özünə dəyər verməkdən artıq ailəvi bir mövzu, ailə münasibətlərinə keçir. Ona görə də o barədə danışmaq istəmirəm. O barədə ayrı bir mövzuda istəsəz danışarım. Bu barədə ən önəmli şeylərdən birini demək istəyirəm ki, qadının özünə sərmayə qoyması onu güclü və dəyərli hiss etdirir. Bu dəqiq olan bir şeydir. Yəni əgər qadın güclü və dəyərli hiss etmək istəyirsə, nəsə yeni bilik öyrənməlidir. Şərt o deyil ki, məsələn, pulla qazana bilər. Amma şərt o deyil ki, pul qazanmasın. Zaten bütün günü qadın elədir ki, bütün günü uşaqla, ailə ilə həqiqətən müqəddəs bir iş görür. Qazanc dalıyca getməmiş də ola bilər. Amma işi gücü ancaq ailəsi və uşağı olmamalıdır. Bütün günü özünü, insan fədakar ola bilər. Çox gözəl şeydir bu. Amma bütün günü özünə aid heç bir şey olmasın. Ancaq ailəyə, uşağa özünü fəda etmək və özünə aid şəxsi bir alanın yoxdur, şəxsi bir hobbin yoxdur, özünü inkişaf elətdirmirsən. Yəni bu həqiqətən qadının özünü geridə qalmış hiss etdirir və o qarşıya da yansıyır. Qadın öz ayağının üstündə dayanmalıdır. Bu şərt deyil, pulla olsun. Ola bilər ki, biliyi ilə olsun, dünya görüşü ilə olsun. Yəni özünə vaxt ayırmaq lazımdır. Öz ehtiyaclarını unutmalı deyil qadın. Onu qıraqdan da görür ki, məsələn, yoldaşı olsun, anası olsun, bu nə olursa olsun, öz ehtiyaclarını unutmur, özünə qiymət verir. Məsələn, gündəlik həyatın yorğunluğu içində bəzən tək qalmaq istəyə bilər, bəzən sevdiyi bir hobbi ilə məşğul olmaq istəyə bilər, kitab oxumaq kimi, gəzintiyə çıxmaq kimi. Yəni hansı ki, daxili enerjisi bərpa edəcək, özünə qayğı göstərəcək bir zaman ayırmaq lazımdır. İndi deyəcəyim şey əsas qadına yox, hətta qız uşaqlarına, hətta mən Hüseyni belə öyrədirəm. Qadın yox deməyi bacarmalıdır. Məsələn, Hüseyn bir şey yox deyəndə mən adətən hirslənməliyəm normalda ki, sən anaya qarşı çıxırsan filan. Mən anama da deyirəm ki, o istəmirsə onu, yox deyirsə, bugün mən onun əlindən onu almaqla, təbii ki, hər yox dediyi şeyə aid deyil uşaq onda. Nə olar? Amma ki, məsələn, bir şey yemək istəmir, yox deyir, mən bunu indi bir dəqiqə eləmək istəmirəm və yaxud yemək istəmirəm. Mən onun o xarakterini ondan almağa çalışsam, ona yox deyirsə, mən onu hə etməyə çalışsam, sabah bir gün o öz istəyini bildirə bilməyəcək. Zaten bizi də belə böyüdüblər. Biz yox deyə bilməmişik, kəs səsvi deyiblər. Adətən belə böyümüşük də, yəni sanki biz heç bir şeyə yox deyə bilmərik, bizim elə bir haqqımız yoxdur. Biz uşağıq, uşaq qələtimizi eləməliyik kimi. Ona görə də qadın böyüdükdə yoldaşına da və yaxud başqa şeylərə qarşı da yox deyə bilmir. Əgər dəyər hissindən danışırıqsa, burada mütləq sərhədləri müəyyənləşdirmək lazımdır. Bu da hər şeyə bəli deməməkdən keçir. Hər yükü daşımaq, tükərmişliyə gətirib çıxardır. Qadın nə istədiyini bilməlidir. Lazım gəldikdə yox deməyi də bacarmalıdır. Bu həm özümüz üçün hörmətdir, həm də qarşımızdakı üçün hörmətdir. Bu arada söhbətimi yarımçıq qoyum, gecikmişəm artıq burada. Da deyim ki, videoya like eləməyi, bir saniyənizi ayıracağım, mənim üçün çox vacibdir. Abunə olmağı və rəy yazmağı unutmayın lütfən. Amma bir şey var ki, bir şey demək istəyirəm ki, elə bir məsələn söhbət eləyəndə hansısa bir qadına deyəndə ki, yox deməyi bacarmalısan, o onu bəzən səhv anlayıb elə bilir ki, egoist davranmaq lazımdır, acıqlı yox demək lazımdır, evdə söz-söhbət çalmaq lazımdır, deməli burada mənəm o Bağdadda kör xəlifə elə davranmaq lazımdır, elə deyil. Bunu xoş dillə etmək lazımdır. Yəni nə olursa olsun, o adam məsələn sənin yoxların varsa, səni divar kimi bilməlidir. Bilməlidir ki, necə divara nə qədər başımızı vursa da o divardan biz keçə bilməyəcəyik. Elə də bizim yoxlarımız olmalıdır. Həm övlada qarşı olsun, həm ailəyə qarşı olsun belə. Yəni ki, sərhədlər yox demək belə bir şey olmalıdır. Yoxsa ay acılıyım, dava salım, bu daha da ailədən soyumaq olsun. Yenə də mövzu gedir ailəyə çıxır. Bu ailə mövzusu həqiqətən bir dərin bir mövzudur. Onu ayrı bir mövzuda danışmaq istəyirəm. Bir də belə bir şey var. Bəzi xanımlar öz dəyərini başqalarının təsdiqinə bağlayır. Həqiqətən bu riskli bir haldır. Yəni biri məni tərəflədirsə demək yaxşıyam və yaxud nəsə bir nöqsan dedirsə deməli mən pisəm. Qadın bilməlidir ki, o yalnız başqasının fikrinə görə yox, sadəcə var olduğu üçün qiymətlidir. Qadın dünyaya həyat gətirə bilir. Bunu hansı bir varlıq eləyə bilir? İndi baxıram ki, video bitir, artıq söhbətimi kəsmək məcburiyyətindəyəm. Sağ olun, salamat qalın.